Salam. Bugün səninlə 17-ci əsr Səfəvi dövlətinin çox maraqlı bir simasına baxırıq. Hə, kimdən danışırıq? Məhəmməd Tahir Qəzvinidən. Hə. Yəni ədəbi təxəllüsü ilə desək, Vəhid. Vəhid Qəzvini. Bəli, bəli. Həqiqətən çox şaxəli şəxsiyyətdir. Düzdür. Əlimizdə onun həyatı, karyerası, əsərləri haqqında məlumatlar var. Məqsəd də odur ki, bu adam kim olub, dövrü üçün niyə vacibdir, qısaca anlayaq. Yaxşı fikirdir, çünki Vəhid deməli təkcə yüksək vəzifəli məmur deyildi axı. Elədir. O həm də tarixçi idi, şair idi. Hətta deyirlər xəttatlığı da olub. Yəni onun fəaliyyəti Səfəvi sarayını, idarəçiliyini, mədəniyyəti başa düşmək üçün necə deyim, çox dəyərli ipucları verir. Gəl başlayaq onun kimliyindən. Mənbələr göstərir ki, Məhəmməd Tahir təxminən 1606 ya da bəlkə 1616-cı ildə anadan olub, Qəzvində. Qəzvinli idi, bəli. Maraqlısı odur ki, ailəsi də dövlət işində olub. Atası Mirzə Hüseyn xan saray katibi imiş. Hətta qardaşı Mirzə Yusuf da tarixçi olub, Xuldi Bərin adlı əsəri var. Bu göstərir ki, necə bir mühitdə böyüyüb də. Tamamilə doğrudur. Bax, bu ailə keçmişi şübhəsiz ki, onun təhsilinə, sonraki karyerasına çox ciddi təsir göstərib. Yəqin ki. Belə bir başlanğıc, yəni onun o yüksək mövqelərə çatmasına zəmin yaradıb demək olar. Karyerasına baxsaq, 1645-ci ildə 2-ci Şah Abbasın saray tarixçisi tayin olunur. Məclis Nəvis. Hə, Məclis Nəvis. Amma bundan qalmır axı. Sonra Şah Süleyman dövründə ən yüksək vəzifəyə, baş vəzirliyə qədər gedib çıxır. Bəli, 1691-dən deyəsən 1699-a qədər. Dəqiq. Saray tarixçiliyindən dövlətin ikinci adamı olmaq bu çox böyük bir yüksəlişdir. Əlbəttə. Bu göstərir ki, onun təkcə savadı, yazmaq qabiliyyəti yox. Hə, başqa şeylər də lazım idi yəqin. Bəli, idarəçilik, siyasi bacarıqları da güclü olub. Baş vəzir kimi o, dövlətin gündəlik işlərində, siyasətin müəyyənləşməsində birbaşa rol oynayırdı. Ən məşhur əsəri şübhəsiz ki, Abbasnamədir. Elədir. İkinci Şah Abbasın hakimiyyət dövrünü 1642-1666-cı illər əhatə edir. Deyilənə görə, kitabda Səfəvi dövlətinin hərbi yürüşləri, daxili, xarici siyasəti, hətta sosial-iqtisadi həyatı haqqında da çox şey var. Düzdür. Abbasnamə Səfəvi tarixşünaslığının, gəl belə deyək, təməl mənbələrindən biridir. Əsas dəyəri də odur ki, hadisələrin ya iştirakçısı, ya da çox yaxın şahid olan biri yazıb. Yəni birinci əldən məlumatdır. Bəli. Bu əsər vasitəsilə o dövrün diplomatik əlaqələrini, hərbi taktikalarını, cəmiyyətin vəziyyətini yaxından görmək olur. Sənin üçün Səfəvi dövrünü anlamaq baxımından həqiqətən əvəzsizdir. Amma maraqlı bir məqam var. Vəhid təkcə ciddi məmur tarixçi deyilmiş də. Necə yəni? Şairliyi də olub, özdə necə. Mənbələr deyir ki, 35 mindən çox beyt yazıb. 35 min ciddi rəqəmdir. Həm Azərbaycan türkçəsində, həm də farsça. Hətta 2009-cu ildə divanı da ayrıca nəşr olunub. Təsəvvür elə, o qədər dövlət işinin yanında bu qədər yazmaq. Heyrət amizdir. Bax, bu onun həqiqətən də çox şaxəli istedadını göstərir. Həm dövlətin o ağır yükünü daşıyırsan, həm də belə incə ruhlu şair olursan, bu onun zəngin daxili aləmindən xəbər verir. Hə, yəqin o şeirlərdə daha fərqli bir Vəhid vardı. Çox güman ki, şeirləri ehtimam ki, onun şəxsi hisslərini, dövrün ədəbi zövqünü əks etdirir, bəlkə də rəsmi yazılarında toxuna bilmədiyi məqamlar var orada. Yaxşı, bütün bunları cəmləsək, Məhəmməd Tahir Vəhidin əsas əhəmiyyəti nədir? Niyə biz onu xatırlamalıyıq? Məncə iki əsas nöqtə var. Birincisi, təbii ki, Abbasnamə. Bu əsər Səfəvi tarixinin kritik bir dövrünü öyrənmək üçün fundamental mənbədir. Amma bayaq dediyim kimi, tənqidi yanaşmaq şərti ilə. Bəli, müəllifin mövqeyini nəzərə almaqla. Düzdür. İkincisi isə Vəhidin şəxsiyyəti özü. O, 17-ci əsr Səfəvi elitasının tipik bir nümayəndəsidir. Yəni, həm siyasi gücə sahibdir, həm də yüksək mədəniyyətə, ədəbi istedada. Onun həyatı göstərir ki, dövlət idarəçiliyi ilə mədəni fəaliyyət bir araya gələ bilirmiş. Bu maraqlıdır. Sənin üçün bu tarixi fiqurların təkcə adlar və tarixlər olmadığını,
onların öz dövrlərinin mürəkkəb reallıqlarını əks etdirdiyini anlamağa kömək edə bilər. Deməli, Məhəmməd Tahir Qəzvini Vəhid təkcə bir ad deyil, 17-ci əsr Səfəvi dünyasının canlı bir portretidir. Yüksək məmur, diqqətli tarixçi, ilhamlı şair. Onun irsi, xüsusilə Abbasnamə, o dövrü anlamaq üçün əvəzsiz bir vasitədir. Tamamilə razıyam. Vəhidin həyatı və əsərləri bizə həm Səfəvi dövlətinin gücünü, həm də mədəni zənginliyini göstərir və bəlkə də üzərində düşünmək üçün belə bir sual qalır. Buyur. Görəsən, Vəhid kimi eyni anda həm çox məsuliyyətli bir dövlət vəzifəsini icra etmək, həm də bu qədər geniş ədəbi yaradıcılıqla məşğul olmaq bacarığı bugün nə dərəcədə mümkündür? Yaxşı sualdır. Bu cür çoxşaxəlilik, yəni həm praqmatik işlər, həm də yaradıcılıq bir arada olanda cəmiyyətə, idarəçiliyə nə verir? Bu, bəlkə də fərqli bir müzakirənin mövzusudur. Bu maraqlı düşüncə ilə səni baş-başa buraxırıq. Ümid edirik ki, Vəhid Qəzvininin dünyasına bu qısa səyahətimiz sənin üçün faydalı oldu. Növbəti dəfə görüşənədək.